Hər vaxtınız xeyir olsun dostlar. Bura Lerikin Hamarmeşə kəndidir. Yuxarıdan belə bir mənzərə açılır. Çox gözəl. Bu kənddə sizə gözəl bir torpaq təklif eləmək istəyirəm dostlar. Çox maraqlı və gözəl bir yerdə yerləşir. Çaydır, kəndin ortasından gedir. Sağında və solunda evləri var. Bu çaydan keçəndən sonra maşınla keçilə bilən çaydır. Yuxarıda bir torpağımız satışda var. Torpağımız Kupçalıdır. Qazı, işığı, interneti, suyu bol olan kənddir. 9 sotdur. 9 sotdur. Tam hissə, tam şəkildə satılır. Buradan, yəni asfaltdan bura qədər, yəni çaydan sol tərəfə bir 100 metr getsən asfaltdır. Çaydan sağ tərəfə də təxminən 400 metr belə fırlanıb torpağa çatırsan. Bu həmin gördüyünüz torpaqdır. 9 sotdur. Kupçalıdır. Bütöv şəkildə satılır dostlar. Əgər kimsə bir hissəsini istəyirsə, o zaman mümkünsə bir nəfəri də özünə gətirsin və birlikdə alsınlar, öz aralarında bölüşsünlər. Yəni belə də olar. Bu da torpağın yanında olan çaydır. Yəni torpaq tam da çayın üstündə yerləşir, belə deyək. Yəni hündürdə belə çox gözəl bir mövqedə yerləşir. Qiyməti hər sotuna görə 4300 manatdır. Yəni bunu da deyim ki, Lerikin bu kəndi, yəni yeganə Lerikdə yeganə turizmlə məşhur olan, yəni bir nömrəli kənddir. Ona görə də burada torpaqlar bahadır. İzlədiyiniz üçün təşəkkür edirəm. Bəyənib şərh yazmağı unutmayın.